Seyyid-i Şəhəda Əbu Abdullah Hüseynin və pak yaranının mütəhhər ruhlarına salavat hədiyyə edəcək. Allahümme salli ala Ali Muhammed. Yad edək o kəsləri ki, keçən ilə qədər İmam Hüseyin məclislərində iştirak edirdilər. Tərk-i dünyadılar, ruhlarına öz ənvatımızın ruhları ilə birgə salavat hədiyyə edək. Allahümme salli və sonuncu salavatı hədiyyə edək Peyğəmbər Əhl-i Beytinə, Allaha şükür edərək bu lütfi, bu mərhəməti bizlərə bəxş etdiyinə görə bizlərə bu ilin də məhərrəməsində iştirak etməyə fürsət və ömür və sağlamlıq bəxş edədiyinə görə Allahın bu lütfüne təşəkkür olaraq İmam-ı Zaman əleyhisselamın zühurunun təcilinə, ağamızın nurani cəmal-i kəmalına salavat hədiyyə edək. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Esselatu vesselamu ala Resulillahil emin. Seyyidina ve Mevlana ve tebibi kulubina ve şefi'i zunubina Ebil Qasimil Mustafa Muhammed. وعلى آله المعصومين المكرمين لا سيما الحجة روحي وأرواح العالمين لتراب مقدمه الفداء أما بعد قال الله الحكيم في كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم ومن المؤمنين رجال صدقوا ما عاهدوا الله عليه فمنهم من قضى نحبه ومنهم من ينتظر وما بدلوا تبديلا صدق الله العلي العظيم. Allah Teala bu əza günlərini, bu məhərrəm səfər ayını mərifətlə yaşamağı, qeyd etməyi, keçirtməyi bizlərə nəsib etsin. Allah bizim İmam Hüseynə Arifən bi haqqi, yəni Hüseynin haqqını əda edərək əzadar olmağı lütf eləsin. Bu dünyada və ahirətdə bizi İmam Hüseynin hədəfindən, məqsədindən, məramından, istəyindən ayrı salmasın inşallah. Bu kiçik məclisimizi öz böyüklüyü xatirinə İmam Hüseyin hörməti xatirinə adi dərəcədə qəbul eləsin. Adımızı İmam Hüseynin əzadarları cərgəsində səbt-i zəbt eləsin inşallah. Hər il olduğu kimi məhərrəm ayında möminlər, müsəlmanlar məscidə gəlirlər və bu hal tarix boyu insanların dinə, Əhl-i Beytə olan məhəbbətinin göstəricisidir. Və bu gəlişdən məqsəd var. Bura heç kəs boşu-boşuna gəlməyib, vaxtını boş keçirtməkdən ötürü gəlməyib. Burada bir məqsəd var. O məqsəd, o məram, Kərbəla hadisəsindən danışılan bu 10 gecədəki söhbətlərdə insanlara çatdırılır. Əsrlərdir danışılır barəsində və yenə də söz çoxdur və tükənməzdir. Biz ağılların dərk etdiyi sözü, ağlımızın, şuurumuzun dərk etdiyi sözü insanlara çatdırırıq. Kərbəla eyni zamanda ki bir hadisədir, ürək yandıran bir hadisədir. Kərbəla bir məktəbdir. Kərbəlaya neçə cəhətdən ad verirlər. Bəziləri Kərbəla faciəsi deyir. Kərbəlaya faciə adı vermək insafsızlıq olar.
Yəni təkcə faciədən ibarət bilmək, təkcə qəmdən ibarət bilmək, təkcə məzlumiyyəti görmək Kərbəla məktəbinə qarşı bir haqsızlıq olar. Kərbəla məktəbdir. Faciə bir tərəfli haqsızlıq olar. Kərbəla məktəbdir. Faciə bir tərəflilər, bu faciədir. Amma məktəb budur ki, orada ölənin bir hədəfi var. Orada şəhid olanın bir məqsədi var. Belə deyil, İmam Hüseyin əleyhissalama qəflətən bir terror eləyiblər. Belə deyil, İmam Hüseyin əleyhissalama yataqdaykən hücum eləyiblər, qətlə yetiriblər. İmam Hüseyin əleyhissalam şəhid olub, məzlumiyyət var, İmam Hüseyinə qarşı zülm var. Amma İmam Hüseynin düşünülmüş bir addımı da var. İmam Hüseyin bu şəhadəti seçməklə özünün məqsədin, özünün hədəfin insanlara çatdırdı. Belə deyildi, İmam Hüseyin şəhid olmaqla bu faciə tamamlandı. Ona görə Kərbəla məktəbdir. Məktəbdə öyrənərlər. İmam Hüseyin əleyhissalamın Kərbəlası da bizə hər il öyrədir, bizi tanış eləyir, bizi ruhumuzu, düşüncəmizi saxlaşdırır, mənəviyyatımızı təşkil eləyir. Hər zamanda yaşayan mütəfəkkirlər Kərbəla haqqında düşünüblər və düşündürülür və bu barədə sözlər deyiblər. Hər kəsin, hər zamanın insanların ağlının gücü çatdığı qədər Kərbəlanı təfsir ediblər. Biz deyə bilmərik ki, indi Kərbəladan bizim dərk etdiklərimizdir, Kərbəlada eşitdiklərimiz. Kərbəladan eşitdiklərimiz elə bizim bildiklərimizdir, biz bu iddianı eləyə bilmirik. Kərbəlada baş verənlər, Kərbəlada öyrədilən dərslər çox yüksək səviyyədədir ki, əsrlər gələcək insanlar onları dərk edəcək. İmam Hüseyin əleyhissalam məqsədli şəkildə həm özü və həm də özünün ətrafında olan dəyərli insanları, ülvi insanları, pak insanları bir yerə cəm elədi. Alimlərdən biri deyir ki, İmam Hüseynin əzəmətinin kölgəsində onlar itib batıb. Yoxsa o 72 nəfərin hər biri 100 ildən bir dəfə dünyaya gələn şücaətli mərd insanlardır və Allahın yeryüzündə sevib seçdiyi şəxslərdir. İmam Hüseyin var burada, İmam Hüseynin yanında biz deyirik Kərbəla şəhidləri. Amma qaldı onların hər tək-təkini araşdırsın, hər tək-təki İmam Hüseyindən kiçikdir, amma dövrün zamanın bir çox insanlarından əfsəldir. Belə insanlar 100 ildən bir dəfə yetişir. Onları İmam Hüseyin bir araya topladı və o hadisə İmam Hüseyin əleyhissalamın məqsədli şəkildə bəşəriyyətə göstərə biləcəyi ən möhtəşəm, ən əzəmətli hadisə idi. İmam Hüseyin əleyhissalamın Allah lütf eləsə bir mövzu var fikrimdə ki, bu neçə gecədə ondan danışaq və ola bilsin ki, əzizlər, dəyərli ruhanilər, alim, üləma, əzizlərimiz o mövzulara toxunub və mən elə neçə ay əvvəldən düşünmüşdüm ki, bu mövzuda söhbət edək. İmam Hüseyin əleyhissalamın qətlinə, şəhadətinə nə səbəb oldu? Belə bir sual və o səbəblərin barəsində neçə gecə danışaq. İmam Hüseyni desəm, kim öldürdü, bəllidir. Bu sual tarixi sual oldu. İmam Hüseyni kim qətlə yetirdi? Tarixi sualdır. Yezid fərman verdi, Allah lənət etsin. İbn Ziyad Kufəyə gəldi, qoşun yığdı. O qoşun Ömər Sədin başçılığı altında gəldilər. İmam Hüseyin əleyhissalamın Kufəyə girişinin qarşısını aldılar. İmam Hüseyni Kərbəla tərəfə çəkdilər və orada bu hadisə baş verdi. Və qətli törədənlər, bu cinayətdə əli olanların hamısının adı tarixdə var. Bu tarixi sualdır. İmam Hüseyni kim qətlə yetirdi? Tarixi sualdır. Bir dənə də sual var, maraqlı sual.
İmam Hüseyni nə qətlə yetirdi? Kim qətlə yetirdi? Tarixi sualdır. Amma nə qətlə yetirdi? Hansı səbəblər İmam Hüseynin qanını axıtdı yerə? Bax, onları bilmək hər əsrin insanına vacibdir və lazımdır. İsmət olsa bir neçə gecə bu mövzuda söhbət edəcəyik. Amma bugünkü gecə müqəddimədir inşallah. Çox da vaxtınızı almayacağım. İmam Hüseyin əleyhissalamın zamanını bir balaca qısa xülasə şəkildə istəyirəm gənclərimizə təhlil edəyəm. İmam Hüseyin əleyhissalam bu məqsədini, bu şəhadətini, bu yolu seçməsini və əvvəldən bilə-bilə bu yola qədəm qoymasını və bu yola razılıq bildirməsinin əsas səbəblərindən biri də, İmam Hüseyin əleyhissalamın məqsədindən biri də insanların dini heysiyyəti idi, dini camiyədəki boşluqları doldurmaq idi. Biz bugün Kərbəladan bu dərsi öyrənsək xoş halımıza. Və yeri var elə biz 10 gecə bundan danışaq. 10 gecə bu mövzuda danışaq ki, bitməz, tükənməz. İmam Hüseyin əleyhissalam o gün ki Yezid lənətullah əleyh, keçən deyirdiniz, bundan çox deyirdiniz, bu il demək istəmirsiniz deyəsən. Yezid lənətullah əleyh xəlifə seçilir. İmam Hüseyin əleyhissalam Mədinədədir. Çox rahat bir şəraiti olan şəhər, abadlıq, İmam Hüseyin əleyhissalam ibadətində, itaətində, İmam Hüseynin dostları, hamısı öz yerində qaydasındır. İmam Hüseyin əleyhissalam eşidir və İmam Hüseyin əleyhissalama dəvət gəlir ki, möminlərin əmiri, xəlifəsi, İslamın rəhbəri Yezid olur. Həzrət bunu eşidən kimi narahat olur və narahatçılığını evdə yox, birbaşa lazım olan ünvanına çatdırır, etiraz edir, narahatçılığını bildirir və bu işlə barışmayacağını bildirir. İmam Hüseyin edirlər, əgər danışsın, etiraz eləsin, qəbul eləməsin, biz səni öldürəcəyik, biz səni yer üzündən siləcəyik, biz səni məhv eləyəcəyik. Həzrət buyurur ki, mən razıyam ölməyə, amma sizin bu İslamın başına getirdiyiniz cinayətə susmağa razı deyirəm. Və belə bir cümləsi var Həzrətin. Əgər Peyğəmbər cəddin Peyğəmbərin şəriəti dini mənim qanımın axmasıyla ayaqda duracaqsa, ey qılınclar, doğruyum məni. İnni la ərəl mavtu illa bis-səadə vəl-həyatu məəz-zaliminə illa bərəma. Digər cümləsi buydu Həzrətin. Mən ölümü, məni deyirsiniz ki, öldürəcəm səni, mən ölümü səadət bilirəm. Amma sizin kimi insanlara beyət edərək və sizi insanlara xəlifə olaraq tanımağımı özümə zillət bilirəm. Əgər İmam Hüseyin bir kəlmə desəydi, Yezid nə bilir, geçsin, eləsin, məndən şey olmasın. İmam Hüseyin üçün qızıldan saray tikərdi Yezid. İmam Hüseynin başına qızıldan tac qoyardı, qızıldan əba tikdirərdi ona. İmam Hüseynin bütün müqəddəsliyi qalacaqdı yerində. İmam Hüseyin niyə narahat oldu, niyə etiraz elədi? Niyə öz dincliyindən keçdi? Buna görə ki, biz gələk əyləşək. Biz bura gəlib əyləşməkdə biz İmam Hüseyinə təşəkkür eləməyə gəlmişik. Ümumiyyətlə belə deyirlər də, tarix boyu insanlar hər il İmam Hüseyin əleyhissalamın boynumuzda qoyduğu zəhmətin qarşılığında ona təşəkkür eləməyə gəlmişik. Təşəkkürü də demişik, necə eləyək? Necə Allaha təşəkkürü soruşurlar ki, Allah sənə necə çox sağ ol eləyək? Allah deyir ki, namaz qıl. Əqimis-sələtə li-zikri. İstəyir bir adam mənim ona verdiyim nemətlərə təşəkkür etsin, namaz qılsın. İndi biz də deyirik ki, ya Peyğəmbər, evladım Hüseynin, bizim boynumuzda bu haqqı ki var, bizim dinimizi qorudu, dinimizi xilas elədi. Əgər dinimiz Yezid kimi bir şəxsin, fasil bir Yezidin əlində olsaydı, ki, Həzrətin öz cümləsini buyurur ki, əgər dinə Yezid kimi bir şəxs gəlib xəlifə seçiləcəksə və ələl-İslami əs-səlam izqədbuliyyətil
ümməti bir rai misli Yezid. Onda İslam'a Fatihə oxunacaqdı. Əgər Yezid kimi bir şəxs xəlifə olsaydı. Biz, ya Resulallah, necə Hüseynə təşəkkür eləyək? Həzrət buyurdu ki, Hüseynə əza saxlayın. Hüseynin xatirəsini əbədiləşdirin, bu sayaq əbədiləşdirin. Əhl-i sünnə alimlərindən biri gözəl söz deyir. Deyir, əgər İmam Hüseyn o zamanda çıxmasaydı və bu sözləri deməsəydi, Yezidin qarşısına bir nəfər çıxmalıydı. Küçədə, künüzdə, bucaqda, bazarda qorxa danışmaq yox. Bir nəfər Yezidin qarşısına çıxıb bu etiraz eləməliydi. Bir əgər Hüseyn İbn Əli o işi görməsəydi, ikinci alternativ adam yox idi o işi görən. Bir qiyamətə qədər Hüseyn bu işi görməsəydi, bütün müsəlmanlar, bütün səmavi dinlərin qarşısında baş aşağı xəcalatda gezəcək. Ki, o cür ülviliyində pak bir dini qoruya bilmədilər. Necə o bəzi dinlər qara günə qaldı, cəmaat baxırdı ki, onların kitabında nağıl danışırlar. Niyə nağıl danışırlar? Çünki onların dinini qoruyan olmuyor. O fəsadın qarşısını almağa çıxan olmuyor. Əhl-i sünnə alimidir, əgər Peyğəmbər özü buyurmasaydı ki, Hüseynə hörmətinizi əzadarlıq vasitəsilə çatdırın, yeri var idi, mən bütün müsəlmanlara deyirdim, Aşura gününü bayram eləsinlər ki, Hüseyn kimi bir şəxsiyyətləri var. Bu təşəkkürün formasını Peyğəmbər belə istəyir. Deyir ki, Hüseynə ağla. Və özü də ağlayır. Hüseynə qəmli ol, əza saxla. Bu İmam Hüseyn əleyhissalamın bizim boynumuzda olan ən belə deyək, böyük haqqıdır və biz də əzadarlığa, məclisə gəlməklə istəyirik o haqqın haqq sahibini əda eləmiş olar. Ən azından burada iştirak eləməyimizlə istəyirik deyək ki, ya Əbədullah, biz gəlmişik sənə təşəkkür eləyək, biz gəlmişik sənə minnətdarlığımızı bildirək ki, boynumuzdan böyük bir arı, böyük bir rüsvayçılığı sən zamanında götürmüsən. Və fikri bu idi İmam Hüseyn əleyhissalamın. İnsanların dininin qorunması, insanların mənəviyyatının qorunması. İmkan vermədi. İmam Hüseyn əleyhissalam imkan vermədi ki, Yezid insanların dini ilə oyun oynasın. İmkan vermədi. Amma İmam Hüseyn əleyhissalamı ki, deyirəm, nə qətlə yetirdi, İmam Hüseyn bu işi gördü. Amma əvəzi nə oldu cəmaatdan? O cəmaat nə düşünürdü o vaxtı? İmam Hüseynin bu fədakarlığına cəmaat necə cavab verə bildi? Sıfır. Ölmüş, süst bir təbəqə. Bax, Kərbəla məktəbi bu dərsləri bizə öyrədir. İnsanın dini nə hədd olmalıdır? Dinimiz hansı hədd olmalıdır ki, biz o bir dənə misal var, deyir ki, sakit havada, dənizin üstündə bir dənə balaca qayıq da üzür. Balaca qayıq da üzür. Balaca bir göldə kiçik qayıqlar da rahat hərəkət edə bilir. Amma elə ki, biraz külək qalxdı, o kiçik qayıqlar çıxır sahilə, ancaq böyük gəmilər üzə bilir. Hətta bəzən olur, o böyük gəmilər üstündə, o dənizin ortasında, tufanda təhlükə yaranır, onları da istinqaz edirlər, kənarlaşdırırlar, müəyyən saatdə ki, bunlar dənizdə qalmasınlar. Deyirlər, İmam Hüseyn əleyhissalamın zamanında hər şey yaxşı idi, İmam Hüseyn Mədinədə idi, həccə gələn gəlirdi, İmam Hüseyni görürdü də, ziyarət edirdi, dua da elətdirirdi, özü üçün çıxırdı, gəlirdi. Və sayda çox idi. Küfədə də bu vəziyyət idi. Hər şey yaxşı idi, hər şey rahat idi. Hər şey rahat olanda məscid də dolu idi. Məscid də dolu idi. Hər şey sakitçilik idi, hamı da dedi ki, mən dindaram, elə ən gözəl dini mən yaşayıram. Dedilər, niyə bir dənə həvəsə düşdülər? Alimlərdən biri deyir ki, küfəllər yalan demirdi İmam Hüseyni çağırmaqdır, düz idilər. Amma sakit vaxtda, dənizin sakit vaxtına bənziyirdilər. Deyirlər, niyə? İmam Hüseyni tanıyırdılar, atasını tanıyırdılar, Peyğəmbəri tanıyırdılar, Yezidi də tanıyırdılar. Deyirlər, Yeziddənsə o Hüseyn gəlsin. Hay düşdü bazarda, orada, burada yığışdılar, dedilər, belə bir məktub yazılır, kim istəyir gəlsin, imza atsın. Nə qədər insan? 18 min nəfər. 18 min dedi ki, biz də razıyıq.
Biz də istəyirik ki, İmam Hüseyin gəlsin bura. 32 günün ya 35 günün içində İbn Ziyad Kufəyə gələnə qədər 35 günün içində hər şey yaxşı idi. İbn Ziyad Kufəyə gəldi qadın paltarında, gizlin. Və başladı öz məkirli planlarını yavaş-yavaş işə salmağa. Onlar ki, pul gücünə tabi edilər, pul verdi. Onlar ki, qorxurdular, ədə qorxu gəldi. Və belə yavaş-yavaş vəziyyəti dəyişdi öz leyhinə. O adamlar ki, 18.000 məktub yazmışdı İmam Hüseyin, onlara bir elçi göndərdi, Müslim ibn Əqil. Ki, gör, vəziyyət doğrudan belədir, bunlar ciddidirlər. Gəldi, Müslim çatdı və gördü ki, doğrudan bunlar İmam Hüseyini istəyirlər, qəbul edirlər, razıdırlar. İmam Hüseyinə bir məktub yazdı ki, ağa, bəli, tələs bunları çox intizarda saxlamaq olmaz. O 30 günün, 32 günün içində vəziyyət dəyişdi. Deyirlər, bax, o təlatüm başladı. O təlatüm başlayanda o imanı kiçik olanlar da qorxdular. İman böyüməsə, o gəmi həddinə çatmasa, dünyanın təlatümləri insanları azdıracaq. İmam Hüseynin nə qətlə yetirdi? İnanclı insanların etiqadının zəifliyi. Elə birinci başlığımız bu olsun. İnansız insanlardan yox, inanclı insanlar, Allaha, Peyğəmbərə inanan insanların inamda, Allaha inamında, Peyğəmbərə inamında zəifliyi, süslüyü. Süslük varsa bəladır. Süslük varsa bəladır. Sakit, adi şəraitdə Amma imtihan zamanında İmam Hüseyin Aleyhisselamın öz sözüdür. Ən-nasu əbidud dünya və dinu lə'ibun ələ əlsinəti. Bunu İmam Hüseyin bir sarda dedi. Artıq bildi ki, Kufəllər anlattı onu. Yolda bildi. Gəldi, Hürrün qoşunu ilə dayandı üz-üzə söhbət edəndə Həzrət xütbənin içində Hürrün qoşununu xütbə edirdi və bu cümləni dedi. Dedi, ən-nasu əbidud dünya. Bu təhqir deyil ya, İmam Hüseyin belə dedi, həqiqəti açıqlayır. Ən-nasu əbidud dünya. Cəmaat dünyanın quludur. Cəmaat dünyanın quludur. Ləzzətin, keyfin quludur. Öz istəklərinin quludur. Ən-nasu əbidud dünya və dinu lə'iqun ələ əlsinətihim. Din ağızlarında oyun oyuncaqdan başqa bir şey deyil. Dindən danışırlar, dindaram deyirlər, dinə mənsubam deyirlər, namaz qılıram deyirlər, mən yaxşı ibadət edirəm deyirlər. İndi bunu söz olaraq da deməsə, özünə baxanda deyir ki, elə mən yaxşı ibadət edirəm. Həzrət buyur ki, əd-dinu lə'ibun ələ əlsinətihim. Din ağızlarında bir dənə sözdür dolanır. Ya Əbadillah, niyə sözdür dolanır? Bunu hardan bildin? İmam Hüseyin necə kəşf elədi bunu? Deyir, fəizə muhhisu bil bəla qəllət dəyyanın. Çünki balaca bir dənə təlatüm, bir dənə çətinlik, bir dənə problem, bir dənə qorxu, bir dənə hürkü, bir dənə nigarançılıq bildirir ki, dindarlar azdır. Qəllət dəyyanın. Getdi olar. Müslim bir vəziyyətə qalmışdı ki, 18.000 adamın dəvət elədiyi bir nümayəndəni Müslüm vaxt vardı, girmişdi o məscidə, Müslümü qoymurdular, gedib o piş namazın yerinə çatsın. O dartırdı ki, gəl bizə, bu dartırdı ki, gəl bizə. O dedi, nə qulluq eləyim, bu dedi, nə qulluq. Gəldim 35 gündən sonra Müslüm Allahu Ekber dedi, namazı tamam elədi. Döndü, arxaya baxdı, gördü, heç kəs yoxdur. Çıxdı küçəyə, dedi, bəlkə tez çıxırlar namazdan, tələsən yerləri var. Çıxdı qapının ağzı, gördü, qapının ağzında da yoxdular. Gəldi o küçələr ki, Müslümü izdihamla getirirdilər. Gəldi o küçələrə, baxdı sağa sola, gördü, heç kəs yoxdur. Bir ikisinin qapısını döydü, dedi, mən üzrlü dilə, mən qapını aça bilmərəm sana. Bax, bu söz deyil, İmam Hüseyin eşitdi, dedi, fəizə muhhisu bil bəla. Elə ki, İbn Ziyadın ayaqqabısının səsi gəldi, qəllət dəyyanı. Belə ki, qorxu hürkü bürüdü onları, onlar qorxdular və qorxularından azaldı. Bəs İmam Hüseyin Aleyhisselamı şəhadətinə səbəb olan amillərin birincisi budur. Dini süslük, dini laqeydçizlik. Mən namaz qıldım, bitdi. Yox. Bax, bu qorxuludur. Bunu istəyirəm deyən bayaqda. Bu çox qorxuludur ki, mən namaz qılıram, hər şey yaxşıdır.
Mən namaz qılıram, hər şey yaxşıdır düşüncəsində kim olsa, böyük bir riskin, böyük bir təhlükənin altındadır. Böyük bir təhlükənin altındadır. Namaz gözəl bir işdir. Amma namazın özünün bir dənə ağırlığı var. Namaz qılan namazın ağırlığını dərk etməyənə qədər o namaz ona təsir eləmir. Hər bir ibadətə, bugün indi cəmiyyətdə o bəzi dırnaqarası insanları göstərirlər. Yəni, pis əməl sahibidir, namaz qılır, deyir, buna bax, namaz qılır, görməyinir. Bax, bu ziyarətdə olub, filan əməlin sahibidir, bax, filan ziyarətdə olub. Bu göstərilir də. Amma əsas cavabımız budur. İstər namaz qılsın, istər oruç tutsun, istər ziyarətdə olsun, fərq eləmir. O elədiyi işin ağırlığını dərk eləməyən adam heç özünün qiyməti yoxdur, öz dəyəri yoxdur. Hər bir əməlin bir çəkisi var. Namaz odur, mən qılıram. Namaz odur ki, Allah Quranında necə vəsf eləyir. Onun xasiyyətin, hər bir işin təsiri, xasiyyəti var. Bu işi gör demir Allah. Əgər belə olsaydı, bütün iradlara biz deyərdik ki, qəbul edirik, qardaş. Sən nə deyirsən, qəbul edirik. Allah demir və namaz qıl. Allah Quranda Azərbaycan dilinə tərcümə edəsək, namaz qıl sözü yoxdur. Bilirsiniz nə deyir? Deyir, namazı bərpa et. Əqimus-səlah, əqim, qamə yəqum, qaldırmaq, ucatmaq mənasındadır. Namazı qiyamət, yəni namazı ucat. Namazı qaldır. Bir dənə xeymədir, ortada bir dənə sütunu olur. Namazı qaldır. Bir dənə xeymədir, ortada bir dənə sütunu olur. Tarım dayanmalıdır və sonra o səni gündən də qoruyacaq, küləkdən də qoruyacaq, istidən də qoruyacaq və qurtdan, böcəkdən də qoruyacaq. Nə qədər çox qalxmayıb, bütün zəhmətin hamısı olacaq hədər. Hər bir əməlin təsiri var. Namazın Quran vəsf eləyir, tərif eləyir. Deyir ki, İnnəs-sələtə tənhə anil-fəhşai vəl-münkər. Ay namaz qılan, özümə deyirəm. Ay namaz qılan, bax gör. İndi deyirsən namaz qılıram, indi bax gör. O namaz səni qarşıya çıxan bir günahdan, bir haramdan çəkindirirsə, namaz var. Başqa şey yox. Namaz səni çəkindirirsə, yəni namaz qılmağı xatırlayıb, mən namaz qılıram, mən bu işi görə bilmərəm deyirsənsə, bax o namaz ki, Quran tərif edib, onu qılırsan. Yox, nə olsun namaz qılıram? Heç kəs görmür. Nə olsun namaz qılıram? Tövbə eləyərəm. Nə olsun namaz qılıram? Bir dənə bunu eləyim, daha ürəyim istəyir. O namazda bir dənə dön, bax arxaya deyilən ki, yox, o Allah istəyən namazdır, mən səni. Mən istədiyim namazı qılıram, Allah istəyən namazı qılıram. Bax, İmam Hüseyni qətlə yetirən səbəblərin birincisi budur. İnsanlar istədici ibadət edirdi. Allah istəyən eləmirdilər. O zaman ki, insan öz istədiyi tərzdə ibadətə qane oldu, bəli, tarix bizə onu göstərir ki, təəssüflər olsun, insan imamın da qətlə yetirə bilər. Heç kəs də tərcih eləməz. Vallahi heç kəs tərcih eləməz. Kimə desən ki, sən İmam Hüseyni öldürərdin o zamanda, deyər, nə danışırsan? Durar, acığı gələr, hətta adamı bir kobud söz də deyər. Vallahi reallıq budur. Əgər mən ibadətimə, dinimə süslüyüm varsa, heç ehtiyac yox da biz onu kiməsə deyək, özümüzə desək. Ki, görəsən mən orada olsaydım, mənə xəncəri uzatsaydılar ki, gedim İmam Hüseynin başını kəsin. Eləyə bilərdim bu işi. Amma insafən cavab versin öz-özlüyündə. Yəni, mənim bugünkü dini düşüncəm, təfəkkürüm, dini yaşam tərzim, buna imkan yaradardı ki, mən Hüseynin qanında şərik olum. Ömər Sərd məndən az imanlı idi, Şimr məndən az imanlı idi. Tarixi oxuyanlar, eşidənlər bilirlər. Lənətlik olsalar belə, bunların tarixdə bir sıra xüsusiyyətləri qeyd olunur ki, bunlar pislik adamlar olmuyor. Pislik və yaxşılığın iki dənə əzəmətli qoşuludur Kərbəla. Yaxşıların dünyada ən yaxşıların sərgisi də olardı, İmam Hüseyin tərəfdədir.
Pislərin ən pisi də İbn Ziyad tərəfdir. Bir rütbələri var idi, bir mərifətləri, bir tanışlıqları, bir agahlıqları var idi ki, mənim yox. Amma bu işi gördülər. Nədir səbəb? Bax budur. Dinə qarşı səhvli olmayaq. Sözümü yekunlaşdıracağım. Dinə qarşı laqeyd olmayaq. Allahın halallarına, haramlarına əhəmiyyət verək, önəm verək. İmam Hüseyin də bizdən bunu istəyir bu gecə. İmam zamanımız bizdən bunu istəyir. Başqa bir şey istəmir. Elə bu gecə ilə buna görə yığışmışdır ki, bu bir cümləyə diqqət edək. Dinimizə qarşı laqeyd olmayaq. İnancımıza qarşı laqeyd olmayaq. Allahın bizə bəxş elədiyi bu pak fitrətimizə qarşı laqeyd olmayaq. Onu heç nəyə dəyişməyək. Dünyanın bütün ləzzətləri hamısı gəldi gedərdir, keçib gedərdir. Hər biri keçəridir. Amma din bizim ismətimizdir. Həzrət Fatimə Zəhra dua eləyəndə dedi, Allah, o din ki, mənim ismətimi təmin edir, onu təhlükədən həmişə hifz elə. Onu təhlükə altında görmək istəmirdi. O din ki, bizim ismətimizi, məsumluğumuzu, paçlığımızı, insani keyfiyyətlərimizi hər zaman qoruyur. O dinin hər zaman, elə deyək, qeydinə qalmaq lazımdır. O dinə qarşı həssas olmaq lazımdır. O dini heç neylə təhdid eləmək olmaz. İmam Hüseyin əleyhissalamın əza günləridir, ilk gecədir. Adətən bu gecələr Həzrət Fatimə Zəhra salamullah əleyhaya təvəssül edirlər. Biz də bir-iki kəlmə İmam Hüseyin əleyhissalamın anası Həzrət Zəhradan zikri müsibət danışaq, qəlblərimiz aramlıq tapsın. Və bilirəm, bir ildir, keçən ildən bu illər bu gecələri gözləyən müminlər, İmam Hüseyin məclisi üçün darıxan, İmam Hüseyin əzası üçün darıxan, bu məclisdə iştirak eləmək üçün burnunun ucu göynəyən insanlar var. Arzu edirlər ki, o məclislərdə əyləşək. Allah lütf eləyib bizə. Yenə ya Fatimə, gəldim bu kərəmli qapıya. Yenə ya Fatimə, gəldim bu kərəmli qapıya. Özü həllal-i məşakil, adı qəmli qapıya. Bir qapıdır ki, gəlmişik, bu gecə əyləşmişik. Qapının sahibi qəmlidir, amma müşkülləri həll edəndir. Özü həllal-i məşakil, adı qəmli qapıya. Qoymuşam qara üzü gözləri nəmli qapıya. Bizim üzümüz qaradır, ya Abdillah. Günahkarıq. Bu bir il ərzində günahlarımız, səhvlərimiz, nöqsanlarımız en qədərdir. Amma eşitmişik ağamızın əzası yası başlanıb. Biz əynimizə qara köynək giymişik, gəlmişik. Gəlmişik, anam Fatimə Zəhraya başsağlığı verək. Gəlmişik, eşitmişik hədislərdən Peyğəmbər qızı Fatimə Zəhraya sənin müsibətindən danışanda xanım Zəhra ağlayırdı deyirlər. Şiddətlə ağlayırdı. Peyğəmbər Fatimə Zəhraya bir söz dedi, o söz Fatimə Zəhranı aram elədi. Bilirsiniz nə söz idi? Dedi, qızım narahat olmadı. Soruşdu ki, ata ya Rasulallah, oğlum Hüseyin şəhid olanda mən varam, mən olacağım. Dedi, yox qızım, sən həyatda olmayacaqsan. Dedi, oğlum Hüseyin şəhid olanda atası Əli sağ olacaq. Dedi, yox qızım, atası Əli də sağ olmayacaq. Qardaşı Həsən necə? Dedi, yox, qardaşı Həsən də sağ olmayacaq. Dedi, ya ata, ya Rasulallah, bəs mənim balama kim ağlayacaq? Kim əzadarlıq eləyəcək? Kim onu oxşayacaq? Deyir, Həzrət buyurdu ki, qızım, narahat olma, sənin evladıva bir dəstə insanlar gələcəklər, əzadar olacaqlar, hər il əzasını keçirəcəklər. Analar oğlu ölən anası kimi ağlayacaq, atalar qardaşı ölən kimi ağlayacaq. Bir bunu deyəndə Həzrət Zəhra dua elədi, dedi ki, xoş onların halına, Allah onlara rəhm eləsin, Allah onları cənnətlə müjdələsin ki, oğlum Hüseynin məclisində oturacaqlar. Qoymuşam qara üzü gözləri nəmli qapıya, and ola möhsünü və çox sevərəm bu qapını. Əhl-i Beyt qapısından gözəl qapı yoxdur. İzzətə çatmaq istəyirsənsə bu qapıdır.
Əmir-əl-Müminin şəhadətə çatır. Bir səhər İbn Suhan gəldi, oturdu bu ayətdə başladı ağlamağa. İmam Həsən çıxdı, dedi ki, get biraz dincəl. Sən neçə gündür buradasın? Bir baxdı Həzrət İmam Həsənə, dedi ki, ağa hara gedin, buradan başqa haram var. Biz bu qapıya öyrəşmişik. Bu qapının duzun yemişik, çörəyin yemişik. Hər müşkülümüzdə bu qapıya gəlmişik. Şad gününüzdə yanınızda olmuşuq. Rəvadır ki, qəmli gününüzdə biz sizi tək qoyaq. And ola Möhsünüvə çox sevirəm mən bu qapını. Dərd əlindən, yorulandan döyürəm mən bu qapını. Gözlərim çox kərəmi lütfünə görmüşdü xanım. Gözlərim çox kərəmi lütfünü görmüşdü xanım. O sınan əllərə bir yolda işim düşdü xanım. Gerçi öz dərdi qəmin hamından artıqdır xanım. Gerçi öz dərdi qəmin hamıdan artıqdır xanım. Qəmlilərin tək qapının sailidir çoxdur xanım. Mən də gəldim qapıva, üz verənim yoxdur xanım. Hansı qapıya getsək, orada bizə and olsun Allaha, Əhl-i Beytin lütfi kimi heç kəs lütfkarlar eləməz. Heç kəs lütfkarlar eləməz. Xanım Zeynəb deyir, gəldim İmam Hüseynin xeyməsinə, bunu deyim sözümü tamam edeyim. Deyir, gəldim İmam Hüseynin xeyməsinə, gördüm içərdən bir səs gəlir, balam vay, oğlum vay, oğlum vay. Deyir, təəccüb elədim ki, mən buradayam və xanımlar da o biri tərəfdədir. İmam Hüseynin xeyməsindən bu kimin səsidir gəlir. Deyir, yavaşsa deyir, xeyməni deyir, araladım deyir. İçəri girdim, gördüm İmam Hüseyin namaz qılır. Çıxdım deyir, gözlədim. Həzrət deyir, namazını bitirdi deyir. Çıxdı deyir, mənlə görüşdü. Dedi, bacı Zeynəb, buyur bir əmrim ola. Dedim, Hüseyin, mən gələndə içərdən bir ağlamaq səsi gəlirdi. Bir xanımın nalə səsi gəlirdi. Amma baxdım xeymədə heç kəsi görmədim. Bir İmam Hüseyin deyir, başını saldı aşağı. Dedi, bacı Zeynəb, mən burada xeyməni quruduğumuz gecədən o səsi eşidirəm. Məgər tanımadım o səsi? Dedi, Hüseyin, kimin səsidir? Dedi, anam Zəhranın səsidir. Anam Fatimənin səsidir. Səyələmullezine zələmu ayyəmun qalədun yənqalibun. Əs'alükə Allahümə və nədvuk. İsmikəl azimil azam. Əl-əzzil cəllil əkram. Və bil-Hüseyin məzlum. Ya Allah. Ya Allah, ya Allah, ya Allah. Ya Allah, ya Allah, ya Allah. Ya Allah, ya Allah, ya Allah, ya Allah. İlahi dərgahına uzanan əlləri sinələrimizə namid qaytarma. Bu əzadarlığı, bu gözyaşların bizdən alı dərəcədə qəbul elə. Bu məhərrəm, bu səfər ömrümüzə, həyatımıza, sonumuza əzadarlıq qərar vermə. Xəstələrimizə, yadımızda olan kəslərə şifa-i acil mərhəmət elə. Qəriblikdə, qürbətdə olanlarımızı, əsgərlikdə, əsirlikdə olanlarımızı sağ-salamat ailələrinə qovuşdur. Tamam müminlərə, müsəlmanlara, xüsusən bu cəmə halaldan bir minnət ruzu ehsan elə. Gələcək günlərimizi aqibət xətmini xeyr elə. Niyad Hüseynin ziyarətindən, iqbada şəfaətindən bizləri bir nəsib eləmə. Bizdən və bizdən sonra gələn nəsillərimizdən İmam Hüseyin və Övlad Hüseynə düşman qərar vermə. And verir, rəhm və mərhəmət və izzət və cəlalı və yaddan çıxan duaları barəmizdə müstəcab elə. Bizi dini və İslamına, xalqına, millətinə, ailəsinə, xidmət edənlərin yaxşılarından qərar verir. İlahi and verir, rəhm və mərhəmət və imam-ı zamanımızı bizdən razı elə. Ağamızın dualarını ağamıza şamil elə. Əzmətin zuhurunda günü gündən saat və saat təcil qərar verir. Seyyid-i şəhəda